Şüphesizdir ki bir gün hakikat parıldayacak, azatlık esasının, Birleşmiş Milletler Temsilcinin ve insan haklarını tutan taraftarlık gelecektir. Bu varlık güneşi, bugün istiklal cümle altında inleyen aziz vatanımızda 1918 Mayıs günü yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Lütfen istiklal bayrağının göçlerinde gezdiren bu arası vatan ailesi bizlerden, orada her cüre korku ve tehdit altında dertlerin istiklal eşkiyle çırpınan azatlı ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli göğüs hasreti şairin beyti dile getirilen sen bizimsen, durdukça bedende can, yaşa, çok yaşa, ey şanlı ahırlarca. Salam hörmətli qonaqlar və tədbir iştirakçıları. Hər birinizi xoş gördük. Gəlin birlikdə vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. İngilizcə məktəbimizin 10A, 10B, 11 sinif şagirdlərinin vətənpərvərlik ruhu ilə hazırladıqları 28 May Respublika gününə həsr olunmuş tədbirimizə başlayırıq. Bayramları sırasında böyük əhəmiyyət kəsb edən 28 May Azərbaycan Demokratik Respublikasının yarandığı gündür. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə Azərbaycanda Demokratik Respublikanın yaradıldığını bildirdi. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Demokratik Respublikasını tanıyan ilk ölkə Türkiyə dövləti oldu. Azərbaycan Demokratik Respublikası hüquqi və dünyəvi dövlət nümunəsidir. Cənubi Qafqazdan müstəqillik əldə edən, zəngin yeraltı və yerüstü sərvətləri olan bu ölkəni sevməyənlər müstəqilliyimizə qarşı çıxdı. 1920-ci il aprel ayının 28-də Azərbaycan Respublikası yenidən Rus ordusu tərəfindən işğal oldu. 70 yüz sıra mübahisələrdən sonra 1991-ci il oktyabr ayının 18-də vətənimiz yenidən öz müstəqilliyini qazandı. Hər il may ayının 28-də ölkəmizdə Respublika günü böyük təntənə ilə qeyd olunur. İngilizcə gəlin birlikdə 15 sinif şagirdi Fatimənin ifasında Şuşanın dağları rəqsinə tamaşa edək. Şuşanın dağlar, başı dumanlı, kırmızı koftalı, yaşın dumanlı, derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşkız, bu ne tel, onların derdinden onu bil, danışmasan der bana gül. Ay kız bu ne aşkız, bu ne tel, ölene derdinden onu bil, danışmasan der bana gül. Şuşada yaşanır yanar ulduzlar, onlardan güzel gelinler kızlar. Yol üstüne dayanım yanır gözler, yol üstüne dayanım yanır gözler. Ay kız bu ne aşkı, bu ne tel, ölene
dayanacaqsan, Azərbaycan. Yaşadıqca yanacaqsan, Azərbaycan. Beşiyin bir ana boynu, doğma, isti bir qudaqsan, Azərbaycan. Ruhum mənim, layləm mənim, bu dünyada dünyam mənim, Azərbaycan. Bu da mənim, o da mənim vətənimdir. Tüstüləyən ocaq mənim vətənimdir. Sərhədləri bölübdülər, bölünməyən torpaq mənim vətənimdir. Sən mənimsən, mən də sənin, Azərbaycan. Övladıyıq bir vətənin, Azərbaycan. Zaman, səs ver bu günlərin harayına, xan razın, dəri çürün harayına. Sən çatmasan kimsə də qaçqınların, köçkünlərin harayına. Sən arxasan, sən dayaqsan, Azərbaycan. Qalx, deyəndə qalxacaqsan, Azərbaycan. Gəmilərin göy xəzərdə üzər keçər, şahinlərin səmaları da süzər keçər. Körpülərin, binaların paytaxtının yollarını bəzər keçər. Keçmək olmaz alma səndən, Azərbaycan. İşıq alır dünya səndən, Azərbaycan. Bir nəğməsən, oxuyuram bu torpaqda. Can deyəndə can duyuram bu torpaqda. Sən varsansa mən də varam bu torpaqda. Yüksələcək bayrağımız Azərbaycan. Müqəddəsdir torpağımız Azərbaycan. Hər millətin, hər dövlətin, hər millətin, hər dövlətin öz adı var, öz ünvanı. Yaşamağa vətənimiz, ölsək şəhid məzarımız. Nəsillərə yadigardır, zaman yazdı bu dastanı. Millətlərə hürriyyətdir, istiqlaldır şüarımız. Respublikam, ana vətən, qədim odlar diyarımız. 28 Maya çox yaraşır. 28 Maya çox yaraşır, toy düyün. Əbədi bahar gəlir yurdumuza həmin gün. Həmin gün qəlbimizdə yeni dil açır. Həm dağda, həm... 28 May günüdür, azadlıq səsi. Qəlbimizdə yaşayır vətən nəfəsi. Dağlanır bayrağın göylərin üstə. Azərbaycan eşqi var hər ürəkdə. İndi isə Qara Bülbül qrupunun müşahidə ilə 15 sinif şagirdi Ali'nin ifasında Azərbaycan maralı musiqisini dinləyək.
Tarixin var, milyon ildir, min ildir. Yaşın ulu bu dünyadan əzəldir. Bayrağında ay ulduzun gözəldir. Güneş nurlu, ay çöhrəli sonamsan. Azərbaycan, ilk sevgilim anamsan. Şuşa qəlbin, Bakı sənin baş tacın. Türkiye'dir doğma əziz qardaşın. Müqəddəsdir vətən adlı savaşın. Yenilməyən şanlı zəfər ordumsan. Azərbaycan, elim, günüm, yurdumsan. Tanrı verən bir cənnətdir hər yanın. Milmuğanın, Qarabağın, Şirvanın. Uzaqlardan eşidilir atsanın. Telli sazım, ney kemanım, tarımsan. Azərbaycan, bir vəfalı yarımsan. Göy Xəzərin, arazın var, kürün var. Şəfa verən ocağın var, pirin var. En şərəfli sıralarda yerin var. Azərbaycan, bir pozulmaz andımsan. Var dövlətim, şan şöhrətim, adımsan. Gəldi bəzədi yurdu, yuvanı, ucaltdı göylərə şanlı fərmanı. Məmməd Əminin o cür bəyanı tarixə səs saldı 28 may. 100 illik əsarət zəncirin qırdı, millət öz haqqını, taxtını qurdu. Azad nəfəs aldı bu türkün yurdu, şərəf gətirdi bizə 28 may. Mütrenkli bayrağın ucaldı göyə, dünyaya səs saldı müstəqil deyə. Baxdıqca canlanan bu dünyaya, baxdıqca canlanan bu dünyaya. Gözlərdən sevinç axdı bu 28 may. Yurdumun adı yazılıb ölkələr sırasında, aylar günlər arasında. Əziz günüm, ay mənim, 28 may mənim. Ay ulduzlu, quş şıxacı, göz uşayan bəy bəzəti, göy qırmızı yaşıl rəngli, dalğalanır bayraq. Les problèmes galaxy, ça te prend les tripes, ça te prend la tête. Et puis tu pries, ça s'arrête, mais c'est plus grave, c'est pas le ciel. Alors tu bouges, pousse les oreilles, et là tu cries encore plus fort. Ça s'appelle 6 à Auchan. Alors on chante.
Alors chante. Alors on chante. Et puis seulement quand c'est fini, alors on chante. Alors on chante. Azadlığı istəmirəm, zərrə zərrə, qram qram. Qolumdakı zəncirləri qırıb atmaq istəyirəm. Mən azadlıq deyə dünyanı da dolanaram. Öz yurdumun göylərində azad uçmaq istəyirəm. Nə sənədə verirlər ki, azadlığı mənə pay tək. O millətin qan yaddaşı, həm günəş tək, həm də ay tək. Mənim ana torpağımdan coşub gələn dəli çay tək. Hər qayanın yaddaşından boylanırıq biz bu sabah. Göz dikmədik özgə paya, öz haqqımız bizə bəsdir. Cumhuriyyət
Azərbaycan. Addım addım qucağında odlu sellər çağlasa da, həsrət qaldın sən işığa, zaman zaman Azərbaycan. Yad eldilər damla damla, al qanını sordu sənin, kimlər sənin göz dikmədi, torpağına Azərbaycan. Bayrağını endirdilər, ancaq özün əyilmədin, almış bugün o ucalar, bayrağına Azərbaycan. Səhər kimi cavan sənsən, tarix kimi qoca sənsən, fatihlərə diz çöktürən, müqarımsan Azərbaycan. Öz müqəddəs dağlarında güneş kimi uca sənsən, yer üzündə mənim odlar diyarımsan Azərbaycan. Səhərləri qoy açılsın təzə nurlu bahar ilə, gələcəyə mərd adımla uğurla get Azərbaycan. Şəhidlərin al qanınla lalə açmış yollar ilə, istiqlalın sabahında qürurla get Azərbaycan. 28 may tarixim parlar üzü, azadlıq xalqımın ən sadiq sözü, sənsən bu millətin vəsiyyət gözü. Şəhidlər qanıyla yazılırdı dastan, gül açdı çöllərim, doldu Gülüstan. Vətən, sən bizə ən böyük ünvan. Respublika günü qürur mənbəyi, azadlıq ruhunun polad zehridir. Sənsən bu millətin nurlu taleyi, Şuşada sancılan bayrağa qurban. Olsun bu canımız torpağa qurban, qoyma bu torpağı bədnəzər alaq. Bilir ki, sən mənimsən, yolum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılarmı kördün candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana, hansı səmtə, hansı yana, ey utsam da yuvam sənsən, elim gülüm obam sənsən. Çox keçmişəm bu dağlardan, doğanlar gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit havan ağızları, sınamışam dostu yağı. Mavi rəngin, küçlüyün, kökündən gələn qüvvət, qırmızıda gizlənib müasirli hürriyyət. Yaşıl rəngi dinimdir, mənəviyyat güzgüsü, sənsən bu azadlığın ən müqəddəs ölçüsü. İstiqlal bir millətin şərəf tacıdır. Əsarət hər zaman acıdan acıdır. Azadlıq dərdlərin tək davasıdır. Qəlbimiz döyünür vətənlər hər an. Sənsən bu canlara ən şirin canan. Oğlunda keçərik baş ilə candan. Azadlıq güneşi doldu səmadan. Yetdi fəryadımız dosta, imzada. Adımız ucaldı bütün dünyada. Üç rəngli bayrağım, canım cananım, damarda dövr edən qeyrətli qanım. Sənsən mənim şöhrətim şanım, sən bizə babalardan qalan bir miras, hər qarış torpağın müqəddəs qaz. Səni sevməyənə kəslər qisas. İstiqlal eşqi ilə yandı bu məşəl, sarsılmaz qaladır, verməz bura əl. Vətənim sən hər an var ol, sən ucal, müstəqillik şərbətin içdi o günlər. Qurtardıq zülmətin ağır yükündən, oyatdı azadlıq xalqın kökündən. Beləliklə, ölkəmizin 1918-ci ildən bəri şanlı tarixini qısaca da olsa xatırlatmaq istədik. 2020-ci il böyük səfərimizdən sonra ölkəmizin nüfuzu siyasi və iqtisadi meydanlarda daha da artmışdır. Qələbəmizdən etibarən siyasi, mədəni və bir çox idman tədbirlərinə ev sahibliyi etmiş dövlətimiz bu il də bir çox strateji dünya əhəmiyyətli tədbirlərin tam mərkəzi oldu. 17-22 may Dünya Şəhərsalma Forumu Bakının 2026-cı il idman paytaxtı seçilməsi ölkəmizə həm siyasi, həm mədəni nüfuz gətirmişdir. Sondan nitqimi Məmməd Əmin Rəsulzadənin sözləri ilə bitirmək istəyirəm. Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.
İnşallah. Aferin. İslam'ın çocuğu. Fatime'nin çağrısı. Aferin ki ailen bir güne mahnını öğrendi. Sağ olun. Sizin kalbinizden takdir edirəm uşaqlar. Takdir edirəm bizim məktəbi müəllimləriyle. Bu yaxınlarda bizim Rus bölməsinin bir şagirdi Darina Şvets, Tatastanın paytaxtı Kazan şəhərində Rus dilində Olimpiadada iştirak edip bizim şagirdimiz, bizim mektebimiz, esir yani doğma dili, Rus dili olmayan bir ülkeden şagirdimiz Rus dili olimpiyadasında yer tutup
Ve ben buna fəxr Sizin hər birinizin qələbəniz bizim qələbəmizdir. Bu müəllimlərin, bu məktəbin qələbəsidir. Bizim dövlətimizin qələbəsidir ki, hər bir şagirdimizin bacarığını, biliyini, savadını biz üzə çıxarırıq və ümid varam ki, hər birinin həyatda özünə yol tapmasına biz kömək edirik. Sağ olun müəllimlər, sağ olun şagirdlər.